Hamınıza salamlar dostlar. Mən Qasım Hüseyn. Bu günlər sizlərlə birlikdə Hüseyn Kariyerin 4-cü bölümü ilə qarşınızdayım. Bu günləri yenə Hüseynlə maçlar oynayacağıq və inşallah ki sizi əyləndirməyi, güldürməyi və videoyu bəyəndirməyi bacararam. Uşaqlar bu videoya like atıp kanalıma da abone olmayı unutmayın ki biz öz məqsədimizə çataq. O zaman gəlin bir analiz edək. Axırıncı dəfə Qalatasaraya qarşı oynamışdıq və 8 nöqtə oyun performansı ortaya qoymuşduq və möhtəşəm bir plasiya qolu vurmuşduq. O videoya da çox sağ olun ki, istədiyim like-a alıram. Yəni hal-hazırda paylaşdığım videolardan sizdən istədiyim dəstəyi almağı bacarıram. İstədiyim izlənməyi, istədiyim like-ı və istədiyim abunəyi almağı bacarıram. Yəni məqsədimizə çatmağa hələ çox yol var, lakin hər şey addım-addım, hər şey birər-birər bacaracağıq inşallah ki. O zaman gəlin keçək Çaykur Rizespor maçına. Axırıncı dəfə təbii Qalatasaray 2-1 məğlubiyyətə uğratmışdıq və liqada komandamızı lider eləmişdik 13 xalla. O zaman videomuzun ilk maçına, Çaykur Rizespor maçına doğru keçək. Çaykur belə cinsin, biz də belə şeyinək. Hüseyn Kariyerin davamının gəlməyini istəyirsinizsə və yaxud da video fikirlərinizi, rebulit fikirlərinizi hamısını yorumlara, şərhlərə bildirin ki, mən də bilim izləyicilərim, kitləm nə izləmək istəyir. Buna görə də video çıxartmağa çalışın. O zaman maça doğru keçirik və başlamaq üçün vuruşunu Hüseyn vurur. Opoku ilə oynayırıq. Oy, yes, Opoku çox güclü forvarddır. Həm də Kayseri'nin zaten öz əsas forvardlarından biridir. Hüseyn sağ kanatda santrforda oyuna başlayıb. Hüseyn sol tərəfdən gəldi. Oyuna asası doğru girir. Hüseyn topu qapdı. Hüseyn çəkdi topu. Hüseyn lakin rəqibi icazə vermədi ona. Çox yaxşı gəlmiş Hüseyn. Topu endirdik. İndi bizə doğru gələn pas. Hüseyn son anda qapısı və gol! Hüseyn Qasımov öyle keçirir komandanı, 17 yaşlı ulduz. Hüseyn çox muazzam bir gol. Gələn pası dəyərləndirməyə bacarır. Zərbə, dirək və qol hətta. Qapısından qol olmur. Dirək və qol. Mən sandım ki qapıya dəyir. Lakin dirəkdən qol olur. Oy. Qapıya dəyir və sonra dirəyə dəyib top xəttdən keçir. Opoku toxunacaqdı, amma toxunmur. Və 4-cü dəqiqədə Kayseri sporumuzu, yəni komandamızı 1-0 öne keçirir Hüseyn. Bir dəqiqə, Hüseyn asist verirdi. Bəli, Akaç verib ötürməyi. İndi Taha Şahin. Hüseyn pressing eləyir. Taha Şahindədir yine top. Hüseyn sağ tərəfə öz mövqeyinə doğru keçir. İndi rəqib komanda Çaykur Rizespor gəlir. Hüseyn top istəyir. İndi Hüseynə gələn top gəlmir, çatmır. İcazə vermirlər. İndi Taha Şahin. Taha. Əlayıq. Müdafiədə də möhtəşəmik. Haydi komandamız. Hüseynə dəstək olun komanda. Taha Şahin soğ bekdən buralara qədər gəldi Taha. Taha'dadır top. Taha Şahin çəkdi topu ötürməsi. Uzaqlaşdırır qəşəng. İndi Opoku'ya deyəsən çatır top. Opoku topu götürə biləcəkmi? Ötürmə verməyə çalışdı, amma biz orada deyilik. Olajavin ötürmə. Antalyalı ötürmə. Hojier İcazə vermir. İndi Hüseyn topu götürdü. Hüseyn ötürmə. Opoku'ya doğru. Opoku
offside. Opok offside'daydı orada. Aslında bildim offside'dadır. Lakin sol tərəfdəki oyuncusunu gördüm. Dedim bəlkə offside olmaz. Lakin offside. Sıxın uşaqlar. İndi Raksaki uzaqlardan zərbə. Qapıçımız möhtəşəmdir. Deniz dönməzərdi də qapıda. Ya Onurcan Piri oynayır. Hüseyin top istəyir. Lakin ona doğru ötürmə indi gəlir. Hüseyin sağ kanada ötürmə vermək istəyirdi amma olmadı. Hüseyin açıldı biraz. Açıldı boşda Hüseyin. Ötürmə gəldi Hüseyinə. Hüseyin topu götürdü Hüseyin. Carlos Mane'ni görmək istəyir. Hüseyin çəkdi topu. Hüseyin uzaqlardan zərbə. Boyla. Oy. Çox möhtəşəm zərbə. Hüseyin sol ayağı ilə zərbəni denir. Muazzam zərbə. Lakin son anda top bayıra çıxır. Qapısına toxunuş yox idi. İndi Fofana. Çaykurun Rizespor'un qapıçısı. Raksaki çatmır ona top. Raksaki'ye çatmır top. İndi Hüseyin top istəyir. Ali Karimli'dən. Hüseyin topu götürdü. Hüseyindən qəbul var. Carlos Mane'ni görür Hüseyin. Ötürməsi Carlos Mane'ye doğru. Lakin Carlos Mane götürməməyi tercih edir. Oy. Burada çərmə var. Çobudluq var burada. Çobudluq var idi. Kayserispor'un oyuncusuna qarşı çobudluq var idi. Lakin hakim yox deyir. Hüseyin top istəyir. Opoku'ya gedir top. Hüseyin cərmə meydançasına girir. Hüseyin Opoku verdi. Hüseyin başla zərbə. Qapıçı Fofana. Qapıçının düz üstünə top düşür bu top. İndi Haşer. Kasper Haşer. Hüseyin pressing elədi aldı. Hüseyin keçənmir Kasper Haşer'i. Hüseyin pressing eləyir. Qarşısında İndi Olajovin. Ötürmə Antalyalı. Lakin Hüseyin'e gəlir top. Hüseyin kontrol. Hüseyin ötürmə. Top indi Yava kaçdadır. Yava ötürmə. Opoku'ya doğru çatmır top. Opoku'ya. Hüseyin sıxmağa doğru gedirdi. Lakin olmalı. İndi Hüseyin'e top gələcək mi, gəlməyəcək mi? İndi top Ali soldadır. Ötürmə Antalyalı. O da verdi Lloyd'a Augusto. Hadi qarşısına alın onu. Əlasız əla. Hüseyin pressingə gəldi. Hüseyin qarşısına Olajovin var. Pressinglərin nəticəsində top götürürük. İndi Opoku. Hüseyin top istəyir. Hüseyin top götürdü. Hüseyin'in ötürməsi Opoku'ya doğru. Opoku çatacaq mı topa? Çatdı Opoku. Hüseyin top istəyir meydançasında. Hüseyin'e gəlmir top. Lakin Hüseyin pressing eləyir. Yavakaç'la birlikdə. Hüseyin sol tərəfə doğru açıldı. Hüseyin tam açılıb. Hüseyin dicayəliyə açdı. Opoku vurdu. Fofana. Yahya Fofana. Hüseyin möhtəşəm içəriləmişdi. Yəqin qış transfer pəncərəsində Hüseyin çox güclü bir komandaya transfer olacaq. Çünki Hüseyin çox yaxşı oynayır. İndi Carlos Mane ötürməyə düşüncəsi amma Hojier'də qaldı. Antalyalı Hojier. Pressing eləyirik Carlos Mane ilə birlikdə. Hüseyin pressing nəticəsində top götürdü. Hüseyin ay. Ali Kulov. Ötürmə Taha Şahin. Taha ötürmə Ali Sova doğru. Bir dəqiqə orada Ali Sova offside'daydı, görmədim. Nəzərimdən qaçdı. Hüseyin top istəyir. Hüseyin ötürmə olmur. Ötürmə yoxdur. Top Vargas'da qalır. Ötürmə Sagnan. Madibo Sagban. Sıxırıq rəqibi. Olovoyin'daydı top. Ötürmə Vargas'a doğru icazə vermir. Əlasız. Bu dəqiqə burada çobudluq var idi. Hüseyin nə sol tərəfdədir? Bırak Hüseyini sağ tərəfə gətirin. Vargas. Vargas əla, amma penalti ola bilər bu.
Hakim cərimə edir. Hakim cərimə dedi. Hüseyin də stoyka durub. Cərimə və top bayırda. Əla. Kasper Hojger vurdu və top bayırda. Hüseyin top istəyir. Və ilk hissəni bitirir hakim. 45 dəqiqə içərisində oyunun hesabı 1-0 Kayserispor'un üstünlüyünədir. Qol Hüseyin vurur, gəlin qolun təkrarını izləyək. Yavakaç önəmli anlardan görürük bu epizodu. Yavakaç möhtəşəm ötürmə. Hüseyin sinə kontrolü. Bir təpi daha və möhtəşəm bir plase. Yenidən plase vurur Hüseyin. Galatasaray'a qarşı möhtəşəm bir plase vurmuşdu. Və indi də Çaykur Rizespor'a möhtəşəm bir plase vurdu və qolunu atmağı bacardı. İndi rəqib başlama vuruşunu başlatdı. İndi Olovojin ötürmə Sagnam. Haydi top alaq. Orada Augusto aladı top. Augusto ötürmək icazə verməyək. Haydi Vargas. Ötürmə Antalyalı Keçimir ötürməmiz lazım, pressing eləyirlər. Top aldı Kasper Hojger vurdu. Onurcan Piri. Birinci episodda Kasper Hojger, Onurcan. Burada da Raksaki. Vuranmadı Raksaki. Yaxşı ki vuranmadı. Hüseyin topu endirməyə çalışdı, olmadı. Açılıb Hüseyin. Sol tərəfdə də təmiz. Boşdu, komandaya qarşı pas vermədi. İndi top Hüseyin istəyir, amma yenə pas vermirik. Opoku vur bitir. Opoku son anda Fofana. Opoku'nun zərbəsi. Seyv eləməyi bacarır Fofana. İndi Carlos Mane Hüseyin'e verdi. Hüseyin. Son anda dirəkdən bayrağı. Oy. Qapı tili. Hüseyin'in zərbəsini. Qapı tili mani oldu. Son anda. Olurdu, gol olurdu. İkinci golunu vururdu Hüseyin. Hüseyin topu götürdü. Hüseyin pas verməməyi seçdi. Hüseyin keçdi rəqiblərin arasından. Saxladı topu Hüseyin. Bir daha keçdi. Hüseyin Fofana. Yenə də Fofana. Hüseyindən kontrol, Hüseyindən fənd. Rəqibi icazə verir. Blok via Fofana. Hatta gol oldu. Opoku vurdu golu. Bir dəqiqə görmədim mən. Hüseyin burada rəqibi təmiz xronu. Zərbə Fofana, qaydan top Opoku. Və top qapıdan keçir. Hesab 2-0. Hüseyinin zərbəsini Fofana seyv eləməyə bacarır. Opoku vurur və Fofana'dan qapıya girir top. 2-0. Gol isə Opoku'ya sayılır. Hüseyin möhtəşəm oynayır. Komandasının ikinci golunda da çox böyük rolu var. İndi top Ali Kulov'da. Ali Kulov'un ötürməsi Raksaki. 60-cı dəqiqəyə girir. Raksaki cərimə meydançasında zərbəsi. Top yaxşı ki bayıra gedir. İndi ikinciden zərbəni yerinə yetirir Kasper Hojger. İçərilədi. Topu uzaqlaşdırmağa bacarırıq. Hüseyin indi qaçacaq. Top Voyin'dədir. Alırıq ondan. İndi Hüseyin sağ tərəfdə depar atır. Hüseyinə doğru gələn ötürmə. Hüseyin Opoku'ya vermir. İndi ötürməsi Opoku'ya. Opoku'dan Hüseyin top istəyir. Veremir onunla. İndi Hüseyin top götürən bir ayağına. Opoku bayrağı. 63-cü dəqiqədə kontratakla nəticələnirdik. Çox gözəl paslaşdıq, lakin olmadı. Qapıcı Fofana sərbəst vuruşu yerinə yetirdi. Top Hüseyinə yox, rəqibə.
Antalyalı Alisov ehtiyatlı olun Alisov'dan Alisov Onurcan Piri. Onurcan Piri de yerindədir. 65-ci dəqiqəyə giririk. Hüseyin biraz açılsın, kontratakdan qol vura bilək. Kim çəkdi zərbəni? Alisov. Qeyri dəqiq zərbə Alisov'dan. İndi top Carlos Mane'də. Carlos Mane ötürməsi. İndi Hüseyin'ə doğru gələn pas. Hüseyin vuramır. Carlos Mane. Son anda bayrağa gedir top. Hatta Carlos Mane değildi bu. Yav Akaç'ıydı. Hüseyin endirdi. Yav Akaç. Top kapının yanından keçir. Hüseyin'in pasıydı o. Mən elə bildim Hüseyin topu götürənmədi. Hüseyin sən demə pas veribmiş. Biz X'e bastık. Doğrudan Allah mənim yadımdan çıxdı. Hüseyin. Depar atır. Hüseyin Carlos Mane'nin qaçmağını gözləyir. Carlos Mane isə qaçmır. Pres və Hüseyin'ə görə qaçmır sanki Carlos Mane. Hüseyin. Özü vuracam deyir. Hüseyin. Çox bərbad bir zərbə. Hatta zərbə olmadı. Blok oldu Yebrat. Mən də elə biləm biz zərbə vurmuşuq. Hüseyin pressing edir. Karşısında Vargas var. Hüseyin topu pressing nəticəsində götürdü. Hüseyin çəkdi topu. Oldu yapardı ama artıq cərimə olundu orada Hüseyinə qarşı. Dəyişiklik baş verir və Hüseyin oyunu tərk edir. Qolun müəllifi. İkinci qolda da böyük payı var. Kristo girir Hüseyinin əvəzinə. Və uşaqlar. Göre Kristo girdi işimi vurdu Kristo. Oy. Bize de benziyor ya Kristo, çok benziyor bize. Niye bu kadar benziyor bize Kristo? Ya vakat muhteşem ötürme. Kristo. Muhteşem bir gol. Ciddiyan vurdu golü Kristo. Oy. Baş məşqçimiz çok dahi bir fikir yürüdüb. Kristo'nu oyuna saldı ve Kristo golü buldu. Şimdi Vagin oturma. Kristo pressing geliyor. Opoku. Çatsanmədi rəqibini. Antalyalı Vargas. En yaşlı uşaqlar mən maçın sonuna qədər baxım. Maçın sonundan sonra ikinci maça əsas menyuda və bireysel kayıtların göstərdiyi yerdə görəcəyik. Və bəli dostlar, maç bitdi. 3-0 əzici üstünlüklə Çaykur Rizesporu qarşı qalibiyyətlə nəticələndirir və indi bireysel maç kayıtlarına baxaq. Görək maçın adamı kimdir? Təbii ki də maçın adamı Hüseyindir. Takımın kendisinə ihtiyac duyduğunda yapması gereken her şeyi yaptı deyə vurğulayıblar. Maçın adamı Hüseyindir. 7.5 ortalama dəyəri ilə. Ondan sonra ümumiyyətlə maçın en yaxşısı kimdir? Baxaq, 7 nöqtəli ümumiyyətlə futbolcu yoxdur. 7 nöqtəli oynayan futbolcu yoxdur. Bırak bir dəqiqə, biz oyundan sonra bizim əvəzimizə Kristo girmədi. Ha, Kristo girib oradan. Mən belə elədim. Əsas 11-likdə bizdən sonra en yaxşı oynayan Burak, Onurcan Piri, Burak Kapacak, Yav Akaç asist vermişti bize muhteşem. Sonra Lazio Beneş, ondan sonra daha Auram, Opoku ve Kristo'du. O zaman keçək menüya. Efsane olun menüsü. Muhteşem bir maç idi. Hüseyin muhteşem yine bir muhteşem plase vurdu. Görək ikinci oyunda nə olacaq? İkinci oyunumuz kimə qarşıdır görəsən? Hüseyin Kayserisporu hal-hazırda lider vəziyyətdədir. Rəqibə bir dəqiqə efsane olun. Rəqibə müdaxilə konusunda ün yaptınız. Orada pressing elədik, topu götürdük. Yarıma çıxdansı. Orada cərimə olundu, biz dəyişirik. O epizod. Arası 70-80 dəqiqə idi. Kaydedilen asistlerde bir numarasınız. Hüseyin Süper Liga'nın asist kralıdır. Muhteşem brat. 3 asistimiz var.
Sonraki rəqibimiz Konya Spor'dur. Hal-hazırda liqada yenə liderik. İkinci Gaziantep'dir. Gaziantep futbol klubudur. Üçüncü də şey Fenerbahçe. Gözümdən baxın, mən bilən Gaziantep'dir. Maç bilgisi tablo. Ha, brat, Gaziantep'dir. Üçüncü də şey Fenerbahçe, dördüncü Galatasaray. Hal-hazırda fərqi açmışıq. Yəni bizdən fərqi açmışıq deyəndə qardaş 4 xal fərq var arada. Nəysə, Konya Spor'la maça keçər uşaqlar. İnşallah ki bu maçda da qalibiyyətlə nəticələnərik. Bayaqki oyunda Hüseyin 7.5 oynayaraq maçın adamı seçilmişdi. Görək indi də maçın adamı seçilə biləcəkmi? Bu səfər deplasmandayıq deyəsən, çünki bizə bu formanı geyindirdilər. Yaxşı, qoy qara geyinək, onlar da ağ geyinsinlər. Konya Spor'a qarşı deplasmana gedirik. Komandan görürük, qapıda Deniz Dönməzərdir bu səfər. Müdafiə Deniz Fil, Arif Kocaman, sağ bek Aliş Yaşar, sol bek Karolya daha doğrusu. Sağ orta sahada Kriston oynadılar. Məncə daha yaxşı fikirdir. Sol orta sahada Ramazan Civelek, yarım müdafiə Lazio Beneş, Akat, hücumda Opoku ilə Hüseyin oynayır. Opoku ilə Hüseyin məncə çox yaxşı oynayırlar. Niyə? Çünki həm paslaşırıq onunla. Opoku ilə çox yaxşı paslaşırıq. Opoku yaxşı açılır. Bir də ki, Akatla Beneş Hüseyinin ən sevdiyi futbolçulardır. Yəni mənim ən sevdiyim futbolçularımdır. Kamala yoldaşlarımdır. Bir dəqiqə, brat, hara verirsən artıq məni? İndi top rəqibə keçdim. Nidao. Top indi yenə bizdədir. Hüseyin. Qaçır. Hüseyin. Atsa aldı. Hüseyinə doğru gələn ötürmə. Hüseyin sağ tərəfdən qaçır. Hüseyin depara atır. Hüseyin. Hüseyin cərvəyə də sasa girdi. Hüseyindən zərbə və gol. Hüseyin. 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 Yine vurur Hüseyin. Yine ilk dəqiqələrdə. Hüseyin Qasımov. Apardı topu cərimə meydançasına girdi. Zərbəsi. Və möhtəşəm bir gol. Oy 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 oy. Baxın. Hüseyin möhtəşəm girdi cərimə meydançasında. Konya Spor müdafiəsi şaşkındır. Və zərbəsi. Düz küncə. Birinci dəqiqədə nəticələnir Hüseyin. 1-0. Bir dəqiqə asist için verib, asist yoxdur bu səfər. Oy oy oy, Hüseyin qollarını dayanmadan artırır. Topu ilə qapırıq. Hüseyin Opoku'nun yanından qaçır topa. Hüseyin top istəyir. Kristonla gələn ötürmə Opoku'ya doğru, amma topu qapırlar. İndi Pedrinho'ya gələn ötürmə qarşısına alırıq topun. Hüseyin top istəyir. Qara formayla Hüseyinin vurduğu ilk goldur bu. Hüseyin qara formayla gol vurmayıb. İndi topu alırlar. Pressing eləyirik. Bujora'dadır top. Pedrinho ötürmə Alessandro Nadao. Topu qapırıq ondan. Kalera'dadır top. Ötürmə Hüseyin sol tərəfdən açılır. Offside'e düşməyək bircə. Topu qaptırdıq. Pedrinho. Biz çox da sol tərəfə gəlməyək. Bizim əsas mövqeyimiz sağ santrfordur. Hüseyin. Top istəyir indi. Yaxınlaşıb Hüseyin. Hüseyin indi qaçır, depara atır. Açılmağa çalışır. Pas yerini Yavakat ötürmə vermək istəyir, olmur. Hüseyin pressing nəticəsində topu götürdü. Hüseyin. Çekti topu Hüseyin. Bir daha çekti. Zərbə bayrağı. Hamın aldatdı, keçdi Hüseyin, lakin top gəlci bayrağa çıxdı. Oy. Kapitinin düz üstündən. Top bayırda. İndi Pedrinho'ya gələn ötürmə. Haydi topu götürək. Bir dəqiqə, offside. Melih Bostan offside'daydı. Opoku indirdi Hüseyin'e. Hüseyin kaptırmadı topu. Ötürmə. Karole. Bir dəqiqə, Karole idi onun adı, ha? Adıma çıxdı adı. Karole, bəli, Karole.
Karole. Karole Hüseyin arkasında top istəyir ondan. Karole verdi Hüseyin. Hüseyin. Girdi yine Cərvəyd asasına. Tribunalar ayağa kalktı. Hüseyin ve gol değil gol. Bir dakika. Ayda. Orada nasıl oldu? Cərmə oldu, ona göre gol sayılmadı. Yoksa Hüseyin ikinci golunu vurmuştu. Cərmə elədi komanda yoldaşlarımız. Hüseyin topu kontrol ötürmə. Kristo'ya doğru. Hüseyin top istəyir arkadan. Hüseyin'e gelen ötürmə. Hüseyin içerlemeye çalıştı, olmadı, blok koydular. Ya Vakat'tan möhtəşəm ötürmə ama çatmır Hüseyin'e. Ali Yaşar'ın mövqeyinə gəlirlər. Ali Yaşar götürəmədi topu. Bujarolo ötürmə Boyatang Deniz dönmələr. O da Hüseyin gibi bir potansiyeldi. Hüseyin top istəyir. Hüseyin'e doğru gelen ötürmə ama Hüseyin'i 2 rəqibi tutmuşdu. Bloklayırlar artık Hüseyin'i Konyaspor müdafiəsi. Morten Bujarolo ötürmə Boyatang'a doğru. Ali Yaşar topun karşısını kəsir. İndi Hüseyin topu sinəsiyle kontrol etmeye çalışır. Adil Demirbağ karşısındaydı Hüseyin topu. Pressing nəticəsilə out'a yönəldir. Adil Demirbağ. Opaku topu götürdü. Hüseyin top istəyir Opaku'dan. Hüseyin'in ötürməsi orada görmeye çalıştık Karela'nı. Karela deyildi Brad. Kimidi o? Ramazan Çivilek. İndi Stefanko. Oturma Boyatang. Stefanko. Oturma Pedrinho. Haydi uşaqlar pressing edip topu götürək. Sağ tarafa doğru cana oturma. Kristo topu götürdü. Kristo'nun başına zərbəsi. Hüseyin çatacaq mı? Çatdı. Pressing elə Hüseyin. Ay. Alta göndərirlər topu. Kristo möhtəşəm görmüşdür yerini. Hüseyin möhtəşəm ötürməm offside. Offside'daydı Ali Yaşar. Hatta Poku da offside'daydı orada. Hüseyin götürdü topu. Hüseyin'den ötürmə. Poku'ya doğru çatmır ötürmə. Pressing eləyir. Alırıq topu. Hüseyin'dədir top. Hüseyin. Bayrağı. Birbaşa zərbə vurmağı seçdi Hüseyin. 40 metreden vurdu topu. Top çok az farkla keçirir. Çok az farkla. Harda sözü gol olurdu. Hüseyin indirdi Opaku'ya. İndi Hüseyin top istəyir. Ramazan ötürməni verəcəkmi Ramazan? Ötürmə Ramazandan. Çivilek Ramazan. Hüseyin içərlədə olmadı. Qarşısına Jospik var idi. Hüseyin Cərvəyə dansasının içərisində top istəyir. Hüseyin vurdurtmadılar ona. Opaku. Jospik. Yenə də Jospik. Adzona. Ötürmə Pedrinho'ya doğru. Haydi topu götürək. Əla. İndi Opaku ötürməni vermədiydin. Ay blöd. Son anda kaptı. Zərbə Lazio Beneş. Qapısından çıxır top. İndi yine vurdurtmadılar Hüseyin'e. Hüseyin sol ayak. Qapıcı Deniz Ertaş. Rəqibin də qapıcısı güclüdür. Rəqibin də qapıcısı Deniz Ertaş'dır. İndi Hüseyin qayarak top götürdü. Hüseyin'den ötürmə. O Poku'ya doğru. Ay yanlış ötürmə verdi. Deniz Ertaş'ın düz qucağına getdi bu top. Ondansa vursaydık ondan daha yaxşı olardı. İndi Pedrinho bırakmayın.
Pedrinho'nu bırakmayın. Ya vakit oturma zaten ilk hissəni bitirir hakim. İlk hissədə Hüseynin qolu ilə Konyasporu 1-0 məğlub edirik. 1-0 üstünlük. İlk dəqiqədə Hüseynin vurduğu qolla və ikinci hissəyə keçirik. İnşallah ki bu oyundan da 3 xal qopardarıq. İndi rəqib Stefan Kunla'dadır top. Boateng. Hüseyin pressing eləyir. Cristo ilə bərabər. İndi top Boateng'da. Ötürməsi Brojo. Brojo. Qarşısında Carrera var. Adzena. Pedrinho. Pedrinho. Ötürmə Stefan Kunu. Sağ tərəfə doğru, sağ müdafiələrinə doğru ötürdülər. İndi Brojo. Hüseyin pressing eləyəcək. İndi Yavakat'ın ötürməsi Opoku deyilirsən sən. Qaçır Hüseyin ötür ona. Opoku'nun ötürməsi. Hüseyin səhvli oynayır burada Hüseyin. Kontrolündə səhvliyi var idi Hüseyin. Brojo'nu keçənmədi. Brojo topa daha yaxın idi. Top yine Brojo'da. Sol tərəfə doğru cana ötürmə indi Opoku. Hüseyin bu sefer düzgün kontrol. Hüseyin. Opoku'ya doğru ötürmə. Opoku'dadır top. Opoku. Deniz Ertaş. Deniz Ertaş'dan mı çıktı? Opoku'nun zərbəsi birbaşa bayrağa çıxdı. Zərbə. Toxunmur Deniz Ertaş. Toxunmur. Ben de bildim Deniz Ertaş'dan çıxdı. Opoku bərbad zərbə vurdu axı. O episoddan sol ayağla vurmalılar axı qardaş. İndi Opoku. Ötürmə Hüseyin'e geldi. Hüseyin'den de top zərbə edasına girdi. Hüseyin çekti topu. Hüseyin topu bırakmadı. Yandı Hüseyin. Rəqibləri çoxdur amma Hüseyin təkdir burada. Ötürmə vermədi Hüseyin. Zərbə! Çox bərbad zərbə Hüseyindən. Həqiqətən bu bərbad idi. Çox yandı. Ən azından burada ötürmə versəydi ya olardı və hətta biraz da getsəydi. Çünki qabağımızda kademe bomboş idi. İndi Deniz Ertaş. Hüseyin. Ötürməsi Beneş. Hüseyin'e verdi Beneş. Hüseyin. İndi çərvəyə dasasa doğru daxil oldu Hüseyin. Çek topu. Hüseyin. Bu sefer icazə vermirlər. Konyaspor'un müdafiəsi. İndi Daldo. Carrera. 6 yerine yetirəcək Konyaspor. Adzneda. Nudao, Alessandro Nudao. Oturma Pedrinho. Hüseyin sol tarafa gelme, sağ tarafa geç. Sağ Hüseyin. Pedrinho, derken Pedrinho termometre atasına girdi. Karşısına aldı Gaylayı. Topu uzaklaştırmaya bacarmır. Out rəqibidədir. Alessandro Nudao. Ötürmə Zinano, ötürməsi qaşaya sağ müdafiədən. Haydi sağ müdafiədən. Hüseyin'e gelen top. Hüseyin çeşdi rəqibini. Hüseyin sürətiyle çeşdi rəqibini. Qarşısında Adil Demirbağ var. Adil mi Hüseyin mi? Hüseyin girdi Hüseyin buradadır. İkinci golunu vurur Hüseyin Qasımov. Keçdi Konyaspor müdafiəsini. Hüseyin sol ayaqla zərbə və möhtəşəm bir gol. Komandanı Kayserispor'u özəlləri daşır Hüseyin. 2-0 68. dəqiqədə Konyaspor'a 2 top üstünlük. Ufuk Akyol. Hüseyin pat girdi rəqibinə. İndi top Beneş'dədir. Ötürmə Opoku. Hüseyin Opoku'ya qaçdıyır. Opoku qaçmır. Hüseyin cərbəyə dasasa daxil oldu. Hüseyin offside-da yaxalanacaq. Ötürmə versəz. Təzdən çıxdı. Abi Opoku niye inirsən bro?
Apoko nə edirsən qardaş? Yavaş. Ötürmə Yaşardan gələn pas. Ufakak yolda qalır top. Apoko çox səhv oynayır bu oyun. Stefan Kunu. Ötürmə Pedrinho'ya doğru ayaq Karela. Ayalasan. Hüseyin bir dəqiqə offside yox idi orada. Hüseyin offside'da değildi. Qardaş mən orada değildim. Mən girdim içəri. Hüseyin çıxır oyundan. Carlos Mane girir. Hüseyin bu 2 gol vuraraq Kayseri'yə məğlubiyyət neydi ola? Qalibiyyəti gətirən 2 gol vurur. Və onun yerinə 73-cü dəqiqədə Carlos Mane oyuna daxil olur. Və uşaqlar maç bitəndə görüşərik. Və bəli dostlar, maç bitir. 2-0 elə Hüseynin 2-ci dəqiqədə və 68-ci dəqiqədə vurduğu qollarla 2-0 Konyaspora məğlub edirik. Hüseyin təbii ki də 8.5 puanla oyunun adamı seçilir və gerçəkdən inanılmaz, tam anlamıyla bir yıldız sözünü hak edir. Ümumiyyətlə ligada deyəsən 6 gol var Hüseynin. Bu 2 gol vurub möhtəşəm bir karyera gedir. Çox Hüseyin yəqin ki qış transfer pəncərəsində çox güclü bir komandaya transfer olunacaq. Çünki bu performans baxın, yəni bir tərəfdən də gəlişirik. Bura bax, bura. En yüksək hızımız 83-ə qalxıb. Tepkimiz 70'ə qalxıb. Tepki bizim nədir? Yəni məsəl üçün kəllə topu gəlirsə, biz təpkimiz gəlir və yaxud da təpkimiz, yəni təpki də reaksiyamız gəlişir. Şut gücümüz də biraz artıb. Şut gücümüz biraz zəifdir məncə. 69. Yəni maçlarda heç 69'luq zərbələr vurmuruq. Yəni möhtəşəm zərbələr vururuq. Şut tekniğimiz də 61'dir. Falsomuz falan, kafa vuruşumuz hamısı biraz azdır. Onlar da inşallah ki artacaq hamısı. Hal-hazırda en yüksək özəlliyimiz, en yüksək hızımızdır. En sürətimiz də 83 sürətimiz var. Ondan sonra ən çox, yəni ən yaxşı özəlliyimiz isə top sürmə özümüzdə. Yəni topla idarə eləmək, topu sürətlə daşımaq. Və nəysə buranı da ilərlədək, gəlişir. Hüseyin bir tərəfdən də gəlişir. Qol vurduqca da gəlişir zaten. İndi keçək. Bəli dostlar, aşağıda bir yazı görürük. Atılan qollarda 1 numarasınız. Baxaq, ligada da qol baxımından da üstün, asist kralıyıq həm də qol kralıyıq. 6 qol, 3 asistlə ligada qol kralıyıq və asist kralıyıq. Ardımızda Cenk Tosun 5 qolla gəlir və Kerem Aktürkoğlu, Viktor Osimhen də 5 qolla gəlir. Və bəli dostlar, bu videoda bura qədər idi inşallah. Hüseyin Çaykur Rizespor və Konyaspor qarşısında 2 oyuna çıxdı. Və bu 2 oyunda toplam 3 gol vurmağı bacardı. Və 2 oyunda da maçın adamı seçildi. Sağ olun dostlar. Zəhmət olsa sizdən son diləyimdir ki, zəhmət olsa kanalıma abunə olub videolarıma da like atmayı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.